İstinaddan danışacağım uşaqlar. Baxın, məsələn, burada adını dəyişdim, Şitki bir vərəqin. Vərəqin adını dəyişdim. Sadəcə sadə olsun deyə belə A vərəqi qoydum. Bu da Şitki vərəqi. Gəlirəm Şitki vərəqində, məsələn, deyim, tutalım ki, 6 olsun, 4 olsun, fərq eləmir. Bərabər qoyuram. A, A yazıb, nida qoyuram. Deyirəm ki, oradakı D4 xanasına, D4 xanasına istinad elə. Enter vururam, hələ ki sıfırdır. Dəqiqə, gələm. Deməli, istinad baxın bu şəkildə. Bir dənə yazılışın yadınızda saxlayın. Salam müəllimlər. Salam. Mən burada bir dənə səhvə yol verdim. Uşaqlar, bunu gedib şitki vərəqində yazmalıydım. Gəldim elə A vərəqində yazdım uşaqlar. Bunu bir dənə ləğv eləyək. Bu nə üçündür istinad? Bax, gəlirəm bura, bərabər qoyuram, vərəqin adını yazırıq. Nidanı qoyuram. Sonra da hansı xanaya istinad eləmək istəyirəm? Deyirəm ki, D4 xanası, D5-in fərqi yoxdur, hansı xanaya istinad eləyək? Nida ilə olur uşaqlar, nida. Keçirəm bu xanaya. Burada gələm D4-ü yazıram, tapıram bu xananı. D4, yox, düz eləmədim. C3 yaz, 4-ü yazmışdım. Yazıram bura salam. Enter vurdum. Keçirəm bura 2 vərəqə. Baxın, gördünüz. Bu vərəqdən, bu vərəq. İndi burada nə yazsam, həmin xanada. Burada da həmin işarə çıxacaq. Yəni gedib A. Buradan məsələn bu yaz dəyişim eləyim necəsə. İndi keçək o birinə, şit 2 vərəqinə. Baxın, bu da dəyişdi oldu bu şəkildə. Başa düşdük. Sual var. Yuxarıdan da baxın, istinad, yəni qeyd edin, dəftərinizə qeyd götürün, bu şəkildə yazılır. Vərəqin adı, bu A hissəsi, baxın, bu birinci vərəqin adıdır. Nida, nidadan sonra da həmin vərəqdəki A vərəqindəki hansı xanaya müraciət etmək istəyirəmsə, odur. Başa düşdük, sual var. İndi keçək digər bir vərəqdə. Left funksiyası. Yazaq. Məsəl üçün yazıram bura. Azərbaycan. Yazdım. Enter vurdum, gəldim. Hansı xanaya yazmışam? C3 xanasına. Deyirəm ki, burada aşağıda bərabərdir, left. Götürdüm left'i. Deyir text, sonra nam. Belə olacaq. Yəni, sən neçəsini götürmək istəyir? Haradadır tekstin? Burada, deyirəm burada. Daha sonra nöqtə vergülümü qoyuram. Dəqiqə, nöqtə vergül. Neçə hərf götürsün buradan? Məsələn, deyirəm 4 hərf. Enter'ə vuracağım. Azər sözünü oradan kəsib götürəcəm. Başa düşdük. Left soldan 4 hərf kəsib, yəni götürür. Yaxşı, bəs sağdan necə eləyir? Sağdan da bildiyimiz rightdir. Bərabər. Azərbaycan dilində də işləmir. Baxın, burada çıxır. Və teksti götürürük. Deyirəm ki, sol tərəfdən sol tərəfdən 3 hərf götürsün. Nəyi götürəcək? Təxmin eləyib bilən var? Hə, Zəhra. D3 xanasındakı son 3 hərfi götürəcəm. Hə, Can.
Enter vursa can sözünü götürmüş olacaq. Len funksiyası sayır. Bu Python'da da keçəcək. Bərabərdir len. Götürürəm. Vuracağım. Enter vuracağım. 10 dənə hərfdən olduğunu deyir. Bu şəkildə. İş burasıdır ki, lenin bir dənə funksiyası var belə. ım, Testlərdə qarşınıza çıxa bilər. Mən bura -1 yazsam. Gəlib burada bu şəkildə. Bərabərdir len deyib bunu götürsən deyəcək 2 simvol oldu. Niyə görə elə oldu? Çünki treni də götürdü, mənfini də götürdü. Mən indi məsələn belə bir şey yazıram. Dırnaq içərisində salam, mənfi, və boşluq da qoydum hətta. 1, 2, 3, yox, qısa yazaq. 1 yazıram. Dırnağı bağlayıram. Gəlirəm burada bərabərdir len deyib, leni götürürəm. Bunu vururam, seçirəm bunu. Sizə neçə xana deyəcək? Neçədən söz deyəcək? Sayıb neçəsini deyəcək mənə? Uşaqlar, burada dırnaqlarda götürəcək. 2 dırnaq 7, bir dənə mənfi 8, bir də ki 9. Yəni salam özü 5 hərfdən ibarətdir. Yox, mən səhv saydım. Hə, uşaqlar, burada boşluq da var idi. Onu da götürdü. Deməli, len xananın daxilində nə var, nə yox, hamısını sayıb götürəcək. Yaxşımı? Başa düşdük. Aha. Bir də belə bir şey deyək. Bura yazıram. 2, 3, 2, 4, 5, 6, 6. Gəlirəm burada. İndi məntiqi funksiyanı işlədirəm uşaqlar. Deyirəm bərabərdir. Bu xana, bu xana böyükdür. Bundan. Mənə deyəcək true. Yaxşımı? Məntiqi funksiya true-la false izah edirəm. Sonra yenə bərabərdir. Bu səfər deyirəm ki, 6 bu xana kiçikdir 4-dən. Bu zamanda false. Yəni məntiqi nəticənin dəyəri nə olsa o çıxacaq. Yaxşımı? Bir də not inkarımız var. İnkarı da sadəcə gətirib bunun qarşısına, yəni false-dursa true eləyəcək, true-dursa false eləyəcək. Bunu da necə eləyirəm? Yazıram not. Burada avtomatik çıxır. Enter vururam. Baxın bu true idi, elədi false. False-un da qarşısına not yazsam. Bu şəkildə bunu yazsam. Enter vursam buna da true dəyərini vermiş olacaq. Başa düşdük bunu. Sual var. Sonra gəldi round funksiyası. Bunda 2 tam, məsəl üçün bu şəkildə nöqtə 4, 5, 6, 7 bu şəkildə gedir. Gəlirəm indi burada deyirəm ki round yazdım. Uşaqlar bu yuvarlaqlaşdırmadır. Əvvəl xananı yazıram. Sonra nöqtə vergülünü qoyuram və deyirəm ki, yəni bu nöqtə var 23-dən sonra 3-dən 4-ün arasında. Yəni nöqtədən sonra neçə ədəd saxlasın, nəyə qədər yuvarlaqlaşdırsın? Deyirəm ki, 2 dənə ədəd saxlasan, enter vuracam, deyəcək 46. Biz bilirik ki, əgər 5-dən keçibsə, onu yuvarlaqlaşdıracaq, gətirəcək 1 əlavə elə. Yəni 45 idi, oldu 46. Gəlin indi belə bir şey eləyək. Bu 5 ilə 4-ü buradan siləm. Yox, nöqtəni sildim. Saniyə. Hə, bu şəkildə qalsın. İndi gəlirəm bura. Baxın, nəticə dəyişir. İndi burada sadəcə deyirəm ki, nöqtədən sonra ədəd qalmasın. 0 yazıram. Enter vururam. Baxın, 24. Yəni 6-nı 1 elədi, gəldi 23-ün üstünə. Bir dənə də funksiyamız var. Turunc.
Turanç. Bu funksiya bu da yuvarlaqlaşdırmadır, amma uşaqlar belə bir yuvarlaqlaşdırmadır. Kəsir atır. Yəni yuvarlaqlaşdırma deyirik, amma kəsir atır sadəcə. 5, 6, 7. Bu şəkildə yazıram. Gəlin 6, 7 yazır. 6, 7, 8. Gəlin bərabərdir. Turunc yazıram. Turunc yazdım. Yazıram ki, bu xana nöqtədən sonra saxlasın məsəl üçün 2 ədəd. Və yaxud da heç saxlamasın desəm. Yox, birinci 2 ədəd saxlayaq. Baxın. Məsələn 8-i 1 eləyib bu 7-nin üzərinə gəlib 8 yazmalıdır. Eləmədi. Gördünüz. İndi yenə bərabərdir turunc yazım. Bu səfər də deyirəm ki, ədəd saxlamasın. Sıfıra qədər, sıfırın nöqtədən sonra. Baxın 23. Burada 24 elədi roundda. Amma burada 20, 23. Yəni burada 24 yuvarlaqlaşdırdı yuxarı. Burada isə kəsir atır sadəcə. Başa düşdük. Səsim gəlir uşaqlar. Aha. Sonra power var, qüvvətdir. Pythonda da pov kimi bunu tanıyacağıq. Məsələn, belə yazaq. Buradan yazım. Bərabərdir pov, power. Deyir ədəd, məsəl üçün 6, deyirəm ki, qüvvətli olsun 2. Enter edirəm, 36 mənə çıxartdı. Başa düşdük. İndi isə gəlin xətalara baxaq. Xətalar nədir uşaqlar? Məsələn, birinci götürə bərabərdir yazıram. 4 bölünsün, məsələn, boş xana. Bunu götürək. Mənə xəta verəcək, div. Div xətası. Yəni, riyaziyyatda birlikdə sıfıra bölmə yoxdur. O da div xətası verir. Sonra belə bir xətamız var. Value. Məsəl üçün, götürək bura yazaq, salam. Gəlirəm burada, neynirəm? 4-ü götürürəm, bərabərdir. 4-ü götürürəm, bölürəm mətn tipinə. Deyir ki, dəyər səhvində, yəni sən ədəd tipin mətn tipinə bölə bilmərsən. Sonra belə bir e, var bir şey. Y bu şəkildə. Bunu biraz da kiçildim indi. Biraz da kiçildim. Bax, belə DS-DS-lərdə ədədin xanaya sığmamasından irəli gəlir bu xəta. Daha sonra name xətası var. Funksiyanın adını səhv verdikdən bərabərdir. Bərabərdir sum yazıram. İndi bərabər qoyaq. Samı sun yazıram. Bu şəkildə mötərizə açıram. Bundan nöqtə vergül qoyub bunu toplayıram, tutalım. Hə. Deyəcək name, adını səhv yazmışsan. Ad səhv yazanda bu cürlə xətalar verir. Sonra var ref xətası. Ref xətası istinadlardan biri silindikdir. Məsəl üçün, belə deyək ki, bərabər qoyuram bu xana ilə bu xananı toplayıram. Allah, topladım. Sonra gedib bu xanadakı dəyəri siləndə enter vururam. Dəqiqə. Burada C0 götürür bu xananı. Belə eləyək. Onda bölək. Bölməliyik. Bölək bu xananı. Enter vurdum. Hə. İndi gedib bu altını pozaq. Yox, yenə sıfır xətası verir. Uşaqlar, ref xətası xana tapılmayandadır. Amma hal-hazırda nə yazıram? Diviz falan verir. Toplama olmadı, vurma olmadı, bölmədə də olmadı. Sıxmada görək. Çıxaq. Dəqiqə.
Elə bu xana çıxaq. Bu xana. Ha, enter vurdum. Gedib bu səfər bunu sillə. Enter vurdum. Yox, almır uşaqlar. Bu rəf xatasını çıxarda bilmirəm nədirsə. Bu metod çıxartmadı. Maraqlıdır. Yəni xanalardan, istinadlardan biri olmayan uşaqlar ref xətası verir. Bu şəkildə baxın, yazıram. Yəni dediyim düzdür. Amma kompüterdə hal-hazırda bu şəkildə bir xəta çıxardacaq. Bu ref xətasıdır. Yaxşımı? İstinadlardan biri olmayanda. Hmm, bir də belə deyək, belə bir şey yazıram. Şimdi gəlir. Axşam xeyir. Uşaqlar, iki dənə xətamız qaldı. Biri num xətasıdır. Bir də null xətasıdır. Məsəl üçün SQL, TVT falan necə deyirlər, mənfi ədədlər olanda onu çıxardacaq, numu çıxardacaq. Bir də nulda bunlar sizə əslində düşməyəcək. Nulla nul. Nulu deyim, xanaların arasında nöqtə vergül qoymayanda, məsəl üçün son yazdım, seçdim bunu. Gedirəm bunu seçirəm, nöqtə vergülü qoymuram. Sonra da gəlirəm və boşluq qoyuram, başqa bir şey yazıram. Məsəl üçün bu deyib 8 yazıram. Bu zaman bunu eləyəndə null xətası çıxardacaq bu şəkildə. Bu qədər. Excel-lə demək olar ki, bitirdi. Bir dənə qaldı diaqramlar. Diaqramlar da gələn dərs keçəcəm. Bu ilə keçmirəm. Ee, Bunun yerinə testlərə baxırıq. Müəllimə, necə oldu? Onu bir də deyərdisə. Null. Null. Burada bu nöqtə vergül qoymalıydım da bunun arasında. Onu qoymuram. Nöqtə vergül və yaxud da iki nöqtə qoyulmalıdır. Mən onu qoymuram. Yaddan çıxardıram. O zaman null xətası verir. Normalda yazılmalıdır. Bərabərdir. Sam yazdım. Götürdüm bunu. Gəldim bunu yazdım. Nöqtə vergül qoydum. Sonra da bunu yazdım məsələn. Enter vurdum, topladım. Baxın, burada yazdım. Bu topladı. C9, D8. Amma bura girirəm. Peki. Aha. Amma bura girirəm. Açıram. C9 ilə D8-in arasına qoymamışam. Nöqtə vergül və yaxud da iki nöqtə qoymamışam. Bu zaman null xətası çıxardacaq. Başa düşdük. Bildim müəllimə. Hı hı. Aha. Daha sonra gəlirik buradan Kodeyraya baxaq. İndi testlərimizə baxaq. Videonu dayandıraq. Ya hələlik qalsın. Səhifə neçədədir kitabı olanlardan? Elektron cədvəl. Elektron cədvəl 94. Hı, 70.
Az qaldı. Uşaqlar, deməli, burada sadəcə məsələlərə baxacağam, misallara. Baxın, belə bir burada misallar var. Misal, bilmirəm nə dərəcədə görünür. Məsələn, bunu. Bu vurma cədvəlinin yaradılması, vurma cədvəlidir, baxın. Burada sıfır var, vurma cədvəlidir, qarşı-qarşıya ədədlərin yaradılmasıdır. Mhm. Aa, peki. Hə, bax bu. Bunu götürək. Bunu həm orada da izahını verərəm. Hamı görür. Uşaqlar, deyir ki, Greatsən 400. Greatsən 400-dür. Bu filtrləmədir. 400-dən böyükləri istəyir və end istəyir. Aşağı hissədə də heç nə yoxdur. Sadəcə məndən verməkcə aşağıdakı kimi süzgət tələb edilir. Yəni 400 ədədindən böyükləri istəyir. İndi keçək Excel-ə bir dənə. Görək bunu hardan eləyir, necə eləyir. Məsəl üçün, ad, soyad. Çox da belə getmirəm. Burada qiymət yazıram. Cədvəl, yaş yazıram. Yaş yazaq. Məsəl üçün, Əli. Dəqiq olmayan adlar atacağım. Bu şəkildə. Burada 345 yazıram. 450 yazıram. 346 yazıram. Bir də 400 yazıram. Bu şəkildə. Bax, bunu buradan eləyir. Bu sort and filterdir. Bax, seçirəm bu şəkildə bu cədvəli. İkinci cədvəldən mən başladım uşaqlar. Bunu qoyaq elə birinciyə. Bu şəkildə. Seçdim, gəlirəm, buradan sortlamaya, filtrə vururam. Filtr, bax bu şəkildə filtr açılır. Burada, baxın, burada. Bunları yazın dəftərə. İndi bu dəqiqə bunların tərcüməsini deyirəm. İngilis dili bilənlər biləcək, amma yenə də. Qeyd edirsiniz. Equal to, equal, bərabər, equals. Sonra, does not equal, yəni bərabər deyil. Greatsən böyük. Greatsən or equal to böyük deyil. Less than kiçik. Less than or equal to kiçik bərabərdir. Between arasındadır. Bax, bura kimi bəs eləyir. Qeyd elədiniz. Mən dedi, orada yazılıb ki, greatsən böyük və 400 nəticəsi. İndi oradakı ədədlər qədər yazmadım. Oku vuranda mənə 400-lərdən böyükləri götürdü. Baxın bu cədvəlimizdə. Həmçinin hal-hazırda da indi deyin görün. Burada da greatsən yazılıb. Bəs burada greatsən 400. İndi burada kimin nəticələri qalacaq? Mənə deyə bilərsiniz? Uşaqlar, buradasınız. Amplitzen neydi? Böyük. Down sayfana sardım. Aha. Zəhra. Ayten.
102, 106 bir de şu 400-dən 100. 400-dən böyüklər. Bax, bu getdi. Bunu götürəcəm. 450-ni götürəcəm. 540-ı götürəcəm. 490-ı götürəcəm. 520-ni götürəcəm. 440-ı götürəcəm. 450'den böyle dememiş. Yox, 400-dən böyükləri. Bax, bura bax. Qaydayım. Şəkil biraz xırdadır, o görə görünmür. Bir də keçin buradan göstərim bunları, bilmək istəyirsiniz. Yəni yazdınız bunları. Yoxsa cavab gəlmir ha, heç kimə. Sonra keçək yenə testlərin içərisinə. Bu nədir? 4, 6. Hə, bu vurma cədvəlidir uşaqlar. Elə mən bunu istəyirdim. Bunu necə eləyərik? Keçirəm Excel-ə. Görək bunu getirə biləcəm. Hə. Uşaqlar. Sadəcə bunu bu səhifəyə ataq. Təzə səhifəyə. Baxın, görürsünüz bu cədvəli. Görək bunu necə yaradıblar. Bu B1-dən başlayıblar. 1 yazıram. 1-dən 9-a kimi ədədləri düzürəm. 2, 3, 4, 5, 6, 7, 8, 9. Buradan da 1, 2, 3. Uşaqlar. Hə, burada problem yarandı. 7, 8, bir də 9. Bu cədvəli mən necə yaradarım? Yəni, imtahana da düşə bilər ha. Bu imenli cədvəl. Normalda götürərəm. Bax, vurma cədvəlidir də. Ədədləri bir-birinə vurursan. Necə eləyim ki, mən bunu bax, həm belə sürüşdürəndə. Baxın. Həm belə sürüşdürəndə. Həm də oradan da tutub belə aşağı sürüşdürəndə. Bu şəkildə belə sürüşdürüb. Sonra da buradan da tutub aşağı sürüşdürəndə. Hamısında eyni cavab alım. Yəni, vurma cədvəlinin düzgün cavablarını ala bilim. Necə eləyək? Gəlirəm, birinci götürürəm, bərabər yazıram. Bir neçəsində tətbiq edirəm. Demək istəyən varsa desin, bilən varsa desin. Qüvvətlərlə işləyə bilərik. Yox, sadə yol var. Cavabda qüvvətlərlə işləmir. Cavabda, baxın, qüvvətlərlə işləmir. Vurma ilə işləyir. Bunun bir dənə yolu var. Bircə dənə. Yəni, çox yol var, amma ən sadəsi, ən mənə rahatı budur. Bu xananı götürərəm, vuraram bu xanaya birinci. Vurdum. Aha. Bunu gələrəm buradan belə açıq qoyuram ki, görün nə oldu. Açıq qalsın. Sonra məsələn, indi burada 4-ü 5-ə vuraram da bu xana ilə bu xananı görək nə alınacaq. Cavab nə alınacaq? Bərabər qoyaram. 5 yazaram. Sonra vuraram bu xanaya. Bax, 2 dənəsini yazdım. Düzdürmü? İkisini yazdım. İndi gedim birini də yazım. Görək dəyişilməyən nədir? Tutalım buradan. Bərabər qoyaram. Burada da nədir? 3 ilə 3 vurulsun 6. Yəni belə-belə vurulur da bunlar. Aytən, burada ümumiyyətlə uşaqlar dəyişilməyən nədir? Mənə maraqlıdır. Hansı sabit qaldı? Nə sabit qaldı? A sabit qalıb. Sonra Bir de 1. bir də 1 sabit qalıb. Aha. Leyla, başa düşürsən? Bəli, müəllimə. Hə, burada bir A sabit qaldı, bir də 1 sabit qaldı. Mən dollar işarəsi keçmişdim. Onda belə çıxır ki, mən A-la təkcə B-nin qarşısını
Həm birinci A-nın qarşısına dollar işarəsi qoymalıyam. Bir də birin qarşısına dollar işarə qoymalıyam. Всё. Onunla da mənim bu vurma cədvəlim düzələcək. Necə deyim? Bu vurma cədvəlidir uşaqlar bir də. Hə, 9 dəfə 9 81. Aha. Dollar işarəsində nə qoyuruq? FN, F4. Sadəcə hal-hazırda bu işləmir, çünki bu aktiv deyil. Bunu seçərəm. Aha, A-nın qarşısına dollar qoydum. Sonra nəyin qarşısına qoyacağım uşaqlar? Birin qarşısına. Düzdürmü? Məmə, orada bir dənə səhvlik olub ki, 9-u 2 dəfə yazıblar. 9-u 1-ə də vurub 9 yazıblar. Yuxarıdan baxın 9-u 2-yə də vurub 9 sonra 18 yazıblar. Ona görə 90-ın yerinə də 81 yazılıb. Yox. Sıralama düz gəlməyib. Bu tərəfə Yox, baxın. bura baxma. Bu birlər ayrıdır. Bu sıra nömrəsidir. Buradır. Buradakı Hə, rəqəmlərlə gedirik. mən dedim ona niyə vurub 81 Hə. yaz? Enteri vurdum. Bunları da gəlib silirəm. Bu şəkildə sildim. İndi baxın, bunu buradan bura gətirirəm. Buradan da bura gətirirəm. Gördünüz? Alındı mı eyni cədvəl? Onda mənim düsturum nə oldu? Dollar A2, B, dollar 1. Görək cavablarda elə cavab var. Görək. Baxın, D variantı. Sadəcə biraz məntiqlə ki, burada sabit qalan nədir? Nə işlənib, nə işlənməyib, bundan tapmaq olar. Hamı başa düşdü. Sualı olan varsa versin. Mən bir də izah edə bilərsən. Aha, onu kim istədi? Kimin səsi də ayrı edə bilmədim. Nərmindir mənim. Hə, Nərmin. Nərmin, sevindim ki, sual verirsən. Deməli, buranı sildim. Yox, buranı niyə belə elədim mən? Bax. Bax, Nərmin, əvvəl götürsən, bir neçədən xananı qarşı-qarşıya 3-dən 2 vurulmalıdır da burada. Çünki C ilə C 4-dür. Deməli, bununla bu xananı vururam. Tutalım ki. Yox, 2 xanasıdır bura. Hə. Vurdum. Baxıram ki, burada sabit qalan A-dır, bir də C1-dir. 1-dir. Bunu vurdum. Sonra məsəl üçün bu xanada nə isə vururam. Bərabər qoyuram. Məsəl üçün 2 ilə, məsələn deyil də, yəni bunların yerə 4-ü vuracam bu səfər. Yenə də baxıram A-la 1 sabitdir. Dəyişmir də. Nəyi nəyə vursam, məsələn, gəlib elə bax burada deyək, hə. Burada. 9-u 9-a da vursam, bərabər qoyuram. 9 vurulsun 9. Bax, A dəyişməyib. Sətr amma 10 olub J. Bir də 1 dəyişməyib, amma sütun J-yə keçib. Yəni burada da belə başa düşürəm ki, artıq mən neynəsəm də necə deyirlər? Mən neynəsəm də bax, nə bu xana dəyişməyib, A sütunu dəyişməyib, nə də birinci sətr bax, nə bura dəyişmir, nə də bura dəyişmir. Ona görə mən bunların qarşısına dollar yazacağam ki, sabit qalsın. Dollar da sabit saxlayıb. Keçirəm, burada bərabərdir. A1 xanasını seçirəm. Vururam buna. Bu şəkildə. Sadəcə A-nın qarşısına dollar yazacağım. Bir də 1-in qarşısına. Seçdim. A-nın qarşısına dollar yazdı. Bir də 1-in qarşısına yazdım. Bu şəkildə. Enter'e vurdum. Artıq yəni deyirəm ki, bu sətirlər tərpənməsin. Bu şəkildə dedim. Bunu bu şəkildə çəkirəm. Bunu da bu şəkildə aşağı çəkəndə mənə cavabı vermiş oldu. Yəni düsturumda qeyd edirəm ki, A dollar A2 vurulsun B dollar 1-ə.
Aha. İndi keçək buna. Görək burada nə istəyir. Baxın, bu. Bunu kim eləyər? Zəhra eləyə bilərsən. Nə deyir burada? Orada yazılanı tam göremiyorum. Görə bilmirsən, bir dəqiqə böyüdüm. Ray Tracing yazı. Görürsən indi? Ben. Ha, 32'yi değişti. Hə, bunu. Elektron cədvəl proqramını hazırlamış bu cədvəl C1 xanasının unsuru, C2 diriş xanası köçürüşü, C3 xanasının qiyməti. Köçürmədə birinci C1-dən köçürəndə A2, B2 olacaq C2. C3-də də A3, B3. Ümumizədə C1, C2 yapılsın. Yəni C1, C2, C3-ün cəmini istəyir. Birinci C1 tapsaq A1, B1 55. Hı hı. D2'ni tapsaq A2, B2 68. Deməli, C2 aha. De. de tapsaq A3, B3'dür. Verilmeyen xananda 0 götürürdü, 54'dür. Aha. Uşaqlar, Burada bütün cəmi. onların da üçün cəmləyirik. Bir dəqiqə, mən qələmə. Deməli, burada nədir? Baxın, Yüzük. bunu bu aşağı sürüşdürəndə qələm yazmır. Hə. Aşağı sürüşdürəndə nə olur? Bir xana düşür da. Bu zaman olur A2 plus B2. Düzdürmü? Uşaqlar, düz yazıram. Sürüşdürməni. Ben. Aha. Sonra birini də sürüşdürdük. Sürüşmə nəticəsi. C1-dən C2 və C3 xanasına köçürəndə. Plus, yox. B. A3, B3. Deməli, A1 ilə B2-ni, B1-i toplayanda 12 plus 43 alınır. Bunun cavabı nədir? Daha sonra, burada da 45 plus 23. Burada da təkcə necə deyərlər? 54 alınır. Çünki burada dəyər 0-dır. 54. Deməli, 55 plus 68. Bunların da üçün cəmləyirik. Deyirik. Yəni, bu da C1, C3 də bu xanadır, bu hissə. Buranı deyir, topla bu dəyərləri mənə deyir. Bunların da qiyməti, birincinin qiyməti 55, ikincinki 68, üçüncünki 54. Bunlar toplayıb cavabını demiş oldu. Başa düşdünüz? Sual var. Cevap 170. 170 eləyir. Yok, 177. Hə, 177. Daha sonra burada görək çətin misallardan. Daha sonra. Hə, bunu hər kəs eləsin, cavabı da yazsın. Aşağıda bir şey yoxdur. Hə, yuxarı, belə qalsın. Yuxarıyı görün. Göl yuxarısında qayda var, bir dəqiqə. Hə, yuxarıda bir qayda yoxdur, uşaqlar. Begin with nə deməkdir ingiliscə? Gəlin sizin ingilis dilinizi sorğulayım. Hə? E ile başlayalım. Aha. Nə ilə başlayır? Adı yoxsa soyadı? Hə, Zəhra? Her ikisi. Yox, ora nə yazılıb yuxarıya? Şor ad, bəli. Adı ə ilə başlayır. Ora soyadı yazsaydınız, gedib soyaddan tapacaqdınız. Adı Kadir. Deyib burada. Bax. Ben gördüm. Hmm. İndi bu səviyyədəki hansılar gizlənəcək?
Nə demək istəyir? Yəni əllə olmayanları götürürük. Bəli. Uşaqlar, burada əllə olanları çıxardacaq, saxlayacaq üzdə. Amma əllə olmayanlar da gizlənəcək. Görüm cavabı yazan var. Nə yaxşı heç kim yazmayıb. Baxaq nümunəsinə Excel-də, yoxsa hələ həll edirsiniz? No, bu passivsiz. Mhm. Buradan filtri silək. Məsələn, bir dənə Əli, bir dənə Vasif, bir dənə Əliyar, bir dənə Xan yazaq, bir dənə də əllə başlayan Əlinə ad deyin. Əkbər. Özüm tapdım. Sizdən nəsə bir səs yoxdur. Ad sütununa girirəm. Buradan deyirəm ki, filter. Bax, begin with. Begin with Ə hərfi qoyuram. Ə, sonra da ulduz. Oku vururam. B. Gördünüz. Əllə olanları götürdü. Bəs hansılar gizləndi? Baxın, buradadır. Bunu select-ə vurub açın. Yəni, əlləri çıxartdı, əllə başlayanlar üzə çıxartdı, qalanların gizlətmiş oldu. İndi burada da həmin məsələdir. Deməli, hansılar üzdə qalacaq? Gizlənəcək. 102 gizlənəcək. 1. Samir gizlənəcək. 2. Vahid gizlənəcək. 3. Bir də Vasif gizlənəcək. 4. 4 dənəsi buradan gizlənmiş olacaq. Düzdür uşaqlar? Siz də elə tapmışdınız, yoxsa? Bəli. Hı. Hı. Bunlar qalsın. Sizə buraxıram. Bunları evdə eləyəcəksiniz. Bunu da evdə çalışarsınız, sonra izahını verəcəm. Bu nə? 51 edin. Hələ bir edin, cavablarda yazın. Mən orada D2 xanasında C3 drop 2 yazı verir. Hə, C3 xanasında olan Götürmə var. yox, bölünsün yazıb burada. Bir dəqiqə. Yəni C3 xanasında nə dəyər var? Onu taparsan, bax C3. C3 buradır, hə, bax bura. Buradakı
Ya da 12. Tamam, yazmadım. 12 bölünsün 2. Neçədir? 6. 6'nı da gələrsən A2 xanasının üzərinə. A2 xanasında da nədir? 15. Hı -hı. Çox uşaq 52 tapdı. Deməli, A1 əvvəlcə bu sum nə deyir ki? A1-i bir də B2-ni. A1 hansıdır? Bu niyə belə eləyir? 10, B2 də nədir? 11. Bura nədir? 21. 21. Deməli, A1, C2. A1, C2. A1 buradır. A1 bu xanayla, C2 xanası da budur. Yəni burada onun üzərinə gələcək 21. Burada alında 31. Burada da 6 üstü 15, 21. Sonra D1 ilə də D2 xanasının cəmi, yəni bu xana ilə bu xananın cəmi 21, 31 plusdur da bir dəqiqə. Hə, sam cəmləyəcək, o da eləyəcək 52. 52 alanlar düzaldı. Sual olan var, başa düşməyən var. Nərmin deməli. Kim alır? Nərmin. Nihat hardasan? Ayten yazır, Nərmin yazır. Niyə almamısan cavabı? Aldım mənim daham yazmışdı, sizə deniz demədim. Yaxşı. Sonra gəlin görək. Məsələn. Buna baxaq. Bu asandır, mənə elə gəlir. Biz çətinlərdə nə var? C4 kanasında. Da asandır. Oldu, mən hamısı asan gəldi. Hadi belə. Orada biri var idi. Bir yuxarıdakini eləyək. Tamam. Baxın bu. Bu necə olacaq uşaqlar? Hamı görür. Yəni bu köçürdüm o bir tərəfə. Çünki yarısı belə, yarısı elə qalıb. Bu şərt. Direkt digər hissəsini də gətirək. Bu da cəvəz. Aydın görünür də yəqin. Həll edeyim. Biraz da A4 neçədir? Orada A4, bir dəqiqə. D9.
variantı. Mhm. Anlamam ama bunları necə bilə bilərsiniz? Hə. D. Bax. B. B. Bakı. Yaxşı. Deməli, Leyla, burada bax, bizim Azərbaycan manatımız var. Burada da qiymətləri dollarla veriblər. Düzdürmü? Hə. İş burasıdır ki, sən mal alanda, malı almısan 50 dollara həyatda. 50 dollar almısan, satmısan neçəyə? Bax, 80 dollara. Satdıq 80-a. Düzdür. Sən neçə manat gəlirin oldu? Pulun oldu? 30 manat. Neynədin? Bu tapmaq üçün 50-də 30 çıxır. 30-dan 80-dan 50 çıxarsan da taparsan ki 30 manatı belə elədin. Düzdürmü? Bəli. Onda belə bir şey yaranır ki, birinci bax bura yazıram elə. Bu hansı xanadadır? B nədədir bu? 50. B5-də, bu da C5-də. Onda sən C5-dən, 80-dan nəyi çıxacam? İkinciyi sən de B5-i. 5 deyib 6 yazdım. Aslında 5 yazırdım, 6 yoxsa. Neyse. B5. Buna çıxdı. Bu qalsın ortada. Sonra, amma sən bu maldan, bu maldan. Səni vurmalıyam. Hə, 30 dənədən neçə dənə satmısan? 10 dənə. Onda vururuq, düzdürmü? Onda bunu vururam nəyə? 10-a. 10 hardadır? D5-də. D5-də. Bunu da vurdu. Okey, bura kimi əla. Bu adi mal satışı. İndi iş burasıdır ki, burada dollarla tapırsan, dollarda. Amma sən bunu vurmalısan Azərbaycan manatına. Düzdürmü? Sən iş burasıdır. Bu məlumatı var ha. Bura yazarsan, sonra da buradan tutacaqsan aşağıya doğru sürüşdürərsən. Sürüşdürmə nəticəsində bax bu da sürüşəcək. Düşəcək boşxanaya, sonra bura düşəcək, error verəcək. Düzdürmü? Sən bu tərpənməsin deyənə, bu hansı xanadadır? B2 xanasındadır. Düzdürmü? B2. Sən bu neynəməlisən ki, bu sürüşməsin? Sabit qalmaq üçün nədən istifadə edirdik? Dedik hərfin qarşısında da, sonunda da işaret qoyurduq. Hə, dollar işarəsi. Dollar B vurulsun, dollar 2 bu şəkildə vurulsun buna. Все, bu da burada düzəldi. Yenə başa düşməyən var. Sual olan var. Buyur, buyur. Sual olan var. Ayten başa düşdün. Bəli. Xədicə başa düşdün. Bəli. Aha. Nərmin. Bəli, mən başa düşdüm. Uşaqlar, test eləyirsiniz hara kimi? Diaqramlara qədər. Diaqramları eləmirsiniz. Yəni, nəyi də eləyə bilməzsiniz, saxlayarsınız. Excel-in testini mütləq şəkildə yoxlayacağıq, baxacağıq hamısına. Baxın, burada, bunların hamısını eləyə bilərsiniz. Əminliklə deyirəm ki, hamısını eləyəcəksiniz. Hə, bir dənə bu diaqramlara gələndə 8.2-də dayanın. Diaqramları saxlayırsınız. Bu şəkildə. Siyahıyla da deyəsin. Başdan düz diaqramlara qədər, 8.2-yə qədər, 8.2-nə eləməyib. Anladıq ev tapşırığında. Sual olan var.